Salam müəllimlər, sizinlə PES Akademiyinin kurikulum təlimçisi Təlfir Rütbuzla gəlin bugünlərin kurikulundan bir sualın izahına baxaq. Bu cür videoları gəlməyini istəyirsinizsə kanala abunə olmağı unutmursunuz. Aysel imtahana hazırlaşarkən əvvəlcə mövzuları gözdən keçirir və bəzi bölmələrin zəif bildiyini anlayır. O, həmin mövzular üçün ayrıca vaxt ayırır, oxu zamanı başa düşmədiyi məqamları qeyd edir. Hazırlıq prosesində seçdiyi üsul faydalı olub-olmadığını yoxlayır və ehtiyac olduqda fərqli strategiyadan istifadə edir. İmtahandan sonra nəticələri təhlil edir və növbəti hazırlıq üçün nəticə çıxardır. Verilən variantların hansında Ayselin bu fəaliyyətinə əlavə edilməsi onun metakognitiv bacarıqlarını daha da gücləndirməz. Yəni burada Ayselin öz metakognitiv bacarıqlarının inkişafını biz görürük, amma hansı variant Ayselin metakognitiv bacarıqlarını gücləndirməyəcək? Bizə bu variant lazımdır. Özünə bu mövzunun niyə çətin başa düşdüm sualını verərək səbəbini araşdırmalıdır. Bu şagird də yəni öz-özünə sual verir, mənim burada çətinliyim nə oldu və ya sual verir, mən nəyi daha yaxşı başa düşürəm. Bu metakognitiv bacarıqdan irəli gəlir. Oxu prosesində hansı strategiyanın daha səmərəli olduğunu müqayisə etməli. Strategiyanın hansı mənə daha uyğundur? Bunu müqayisə edirsə yenə də burada metakognitiv bilikdən söhbət gedə bilər. Müəllimin verdiyi tapşırıqları düşünmədən olduğu kimi yerinə yetirməsi, müəllimin verdiyi tapşırığı düşünmədən olduğu kimi yerinə yetirməsi, hazırlıq planına əməl edib etmədiyini mütəmadi yoxlaması, mütəmadi yoxlayırıqsa, hazırlıq planına uyğundur, uyğun deyil, əməl etmişik, yerinə yetirmişik və yaxud da ola bilər yerinə yetirməmişik, bu da metakognitiv bilikdən irəli gəlir. Səhvlərinə əsaslanaraq gələcəkdə öyrənmə məqsədlərini yenidən müəyyənləşdirməsi, bu da şagirddə metakognitiv bilikdən irəli gəlir. Amma müəllimin verdiyi tapşırığı mən düşünmədən, sadəcə olaraq təlimata əsasən nəyisə yerinə yetirirəmsə, müəllim dediyi qaydadır. Bu metakognitiv bilikdən yox, təlimatdan irəli gələn bir şeydir. Sualın cavabı da olacaq C variantı. Bu cür videoların davamını istəyirsinizsə kanala abunə olmağı və həmkarlarınızla bölüşməyi unutmayın.